Politolog Rəşad Bayramov bizləndir. Biz indi məhz İran gündəmində, ABŞ-İran münasibətlərində və xüsusən də Hörmüz boğazı ətrafında nələrin cərəyan etdiyini danışmağa çalışacağıq. Rəşad müəllim, xoş gəlmişsiniz, sabahınız xeyir. Xoş gördük. Təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Olsun. Nə baş verir Hörmüzdə? Təbii ki, prinsip etibarilə əslində 2 ay bundan qabaqki proqnozlar faktiki olaraq özünü doğruldur. Yəni, o zaman da məlum idi ki, maksimum şəkildə danışıqlar əsasən Hörmüz blokadasının götürülməsi və onun fonunda ABŞ tərəfindən də dəniz blokadasının götürülməsi fonunda baş verəcək. Çünki Hörmüz faktiki olaraq dünyanın, belə deyək, enerji məhsullarının dünya bazarına çıxarılması üçün olduqca vacib bir nöqtədir və İran faktiki olaraq Hörmüzdən bu və digər şəkildə dünya iqtisadiyyatını təzyiq altında saxlamaq və dolayısıyla Amerika Birləşmiş Ştatlarına da dünyanın təzyiqini formalaşdırmağa çalışırdı. ABŞ administrasiyası da eyni şey eləyərək faktiki olaraq dəniz blokadasını yaratmaqla İranın özünün ixal, ixrac və s. bütün əməliyyatlarını faktiki olaraq dondurmuş oldu və belə bir mərhələdə digər məsələlərin masaya yatırılmasından öncə birinci bu məsələni həll eləmək lazımdır. Çünki prioritetdir, hər iki tərəf üçün prioritetdir. Amerika Birləşmiş Ştatları hər nə qədər Körfəzdən çıxan enerji məhsullarından asılı olmasa da, oradan daşınan enerji məhsullarından asılı olmasa da, amma dünya iqtisadiyyatı və dünyanın bir sıra ölkələri məhz o öz tələbatlarını həmin ərazidən gələn enerji məhsulları hesabına təmin edirlər. Bu da faktiki olaraq qiymət artımı nəticəsində həm də digər sahələrdə istehsal qiymətinin artımına yatırıb çıxarır. Amerika Birləşmiş Ştatları iqtisadiyyatı da dünya iqtisadiyyatı ilə inteqrasiya olunmuş şəkildə inkişaf edir. Yəni, təbii ki, ixrac əməliyyatları ilə yanaşı çoxlu sayda ithal əməliyyatları da var. Bu da deməkdir ki, ABŞ-ın indiyə qədər ayrı-ayrı ölkələrdən aldığı bu və ya digər məhsulların qiymətlərində artım baş verir. İstər-istəməz. Və nəticədə bu, həm də Amerika Birləşmiş Ştatlarının seçisinə təsir eləyir. Yəni, neft bazarında qiymət artımından sonra biz Amerika Birləşmiş Ştatlarında müxtəlif sahələrdə məhsulların qiymətində 15-20% artımı və maraqlıdır ki, enerji, yəni benzin və dizel kimi məhsulların qiymətində isə 35-39%-ə qədər artımı gördük. Seçki ilində bu heç bir halda Trumpın marağında deyil. Ona görə də Trump üçün bu gün prioritet Hörmüzün əvvəlki qaydada öz fəaliyyətini və funksiyasını davam etdirməsindən ibarətdir. İran üçün prioritet ABŞ tərəfindən dəniz blokadasının götürülməsidir. Çünki ixal, ixrac və s. əməliyyatlar həyata keçirilmirsə və bir ölkənin ki, iqtisadiyyatı %90 faktiki olaraq enerji məhsullarının satışından əldə edilən gəlir hesabına ayaqda dayanırsa, dəniz blokadası İranı bu imkanlardan məhrum eləyir. Ona görə də İran üçün prioritet ABŞ-ın blokadanı ötürməsi, ABŞ üçün də prioritet İranın Hörmüz üzərində blokadanı ötürməsindən ibarətdir. Yaxşı, səhərki hücum nə idi mənim? Baxın, biz gözləyirdik ki, bazar günü faktiki olaraq tərəflər arasında bir saziş imzalanacaq. Amma son mərhələdə bu və ya digər şəkildə hansı tərəfin, belə deyək, ucbatından deməyək, amma faktiki olaraq o saziş imzalanmadı. Və bu günləri davamlı şəkildə İranı təzyiq altında saxlamaq üçün, bu və ya digər şəkildə Hörmüzü yenə də prioritet olaraq ana xəttə gətirib qoymaq üçün bu istiqamətdə ABŞ müəyyən addımlar atdı. Yəni, bu tək ABŞ etmədi. Bunu paralel olaraq biz bilirik, İsrail də Livan istiqamətində zərbələr endirdi. Halbuki İranın masada oturmaqla bağlı bir nömrəli şərti bütün cəbhələrdə atəşkəs, yəni bütün cəbhələrdə müharibənin dayandırılmasından ibarət idi. O cümlədən də Hizbullah üzərinə müharibənin dayandırılması, o cümlədən İsrailin Suriyada aktivliyini dayandırması, Hüsilərlə bağlı əməliyyatların dayandırılması idi. Amma bunlar baş vermədi. Niyə birdən-birə təzədən buna gedildi? Yenə söhbət ondan gedir ki, bu günləri İran demək ki, hələ Amerika Birləşmiş Ştatlarının təklif etdiyi bütün şərtlərlə bağlı hə deməyib. Bu günləri əsas düşünürəm zənnimcə, bu gün faktiki olaraq hər iki tərəfin blokadaya ötürülməsi prinsip etibarilə razılaşdırılıb. Amma bu günləri razılaşdırılmayan və Amerika Birləşmiş Ştatları üçün, yəni bu gün başa düşdük, nüvə proqramı müzakirə olunmur, bunun üçün uzun müddətli dövr lazımdır, danışıqlar aparılacaq. Amma bu gün eskalasiyanın qarşısını almaq üçün və Amerika Birləşmiş Ştatlarının proseslərdən, belə deyək, uduşla ayrılması üçün İran tərəfi nəsə verməlidir. O nəsə bu günləri zənginləşdirilmiş urandır. Və İran tərəfinin də bunu vermədiyi müddətcə və təqdirdə təbii ki, bu cür ara sıra bu cür belə zərbələr və s. olacaq ki, İran o qədər də rahat olmasın ki, artıq
müəyyən bir saziş imzalanır. Artıq Amerika Birləşmiş Ştatları bizdən istədiyini ala bilmədi və s. kimi bir təəssürata qapılmasın deyənə ara sıra bu cür həmin o son görüşə qədər bu cür zərbələr olacaq. Amma mən 2 ay bundan qabaq dediyim məsələnin üzərində yenə qalıram. Bu günləri yeni hərbi əməliyyatlar ehtimalı, aktiv hərbi əməliyyatlar, söhbət haradasa bir dəfə zərbə vurmaqdan və s.dən getmir. Qarşılıqlı hərbi əməliyyatlar ehtimalı olduqca aşağıdır. Yəni, bu günləri tərəflərin heç birinin marağında deyil bu. İndi çox üzr istəyirəm, təbii ki, deyirik ki, bu tərəflərin marağında deyil, amma proses necəsə belə cərəyan eləyir. Bəs necə belə baş verir? Təklif edəm reklamdan sonra bu məsələndə ətraflı danışaq. Qısa reklamımız var, əziz tamaşaçılar. Əziz tamaşaçılar, bir daha sabahınız xeyir, bir daha gününüz uğurlu olsun. Biz buraxılışımıza, müzakirəmizə davam edirik. Politolog Rəşad Bayramov bizləndir. Rəşad müəllim, sizə təkrar salamlayıram, təkrar xoş gördük. Minnətlər. Tərəflər əslində bir-birinə kompromisə getdikləri ilə bağlı müəyyən bir açıqlamalar verirdilər. Yəni, İran tərəfi məsələn deyirdi ki, müəyyən bir açıqladığı rəqəmlərdən aşağı düşmüşdü və s. Yəni, ümumi bir sanki ortaq məxrəcə gəlinənə oxşuyurdu. Nə baş verdi, niyə alınmadı? Yəni, baxın, təbii ki, elə idi məsələ. Bu günlərdə əslində gündəmdədir o. Sadəcə olaraq, yəni deyirəm, birincisi, İran tərəfi üçün biz nəyə müşahidə edirik? Məsələn, Qalibafın və yaxud da siyasi rəhbər postlarda əyləşən şəxslərin mütləq şəkildə saziş imzalanması, mütləq şəkildə ortaq məxrəcə gəlinməsi və s. kimi mesajlarına şahidlik edirik. Amma dərhal bu mesajlardan sonra İranın bir sıra informasiya agentlikləri, hansı ki, faktiki olaraq Sepah nəzarətindədirlər, onlar tərəfindən də yox, hər hansı bir danışıqlar getmir. Ümumiyyətlə, o sızdırılan məlumatlar yanlışdır. İran heç bir halda bu cür, belə deyək, məsələlərlə müzakirəsini belə aparmayıb və s. kimi bəyanatlar eşidirik. Və təbii olaraq Amerika Birləşmiş Ştatları da elə Trumpın timsalında 2 dəfə müraciət edib ki, bir özünüz üçün müəyyənləşdirin, siz nə istəyirsiniz? Və İranda faktiki olaraq tərəflər ortaq bir mövqəni ortaya qoysunlar və ondan sonra da İran qanunvericiliyinə görə faktiki hansı addım atılmalıdırsa, o addım atılsın. İran qanunvericiliyinə görə müharibənin başlanmasıdır, müharibənin bitməsidir, sülh danışıqlarına getməkdir, sülhlə bağlı qərar verməkdir, hərbi əməliyyatlardır. Bunların hamısının səlahiyyəti İranın ali dini liderindədir. Yəni, faktiki olaraq sabahları bu saziş imzalananda mütləq şəkildə onun da imzası tələb olunacaq və Amerika Birləşmiş Ştatları məhz bunun üzərində dayanmaqda da haqlıdır. Yəni deyirəm, bu birincisi İran qanunvericiliyidir, ikincisi İran daxilində... Ali dini lider var da, yəni... Var da, yəni... var. Var, söhbət nədən gedir? Bu günləri o, İran daxilində ayrı-ayrı institutlar arasında koordinasiyanı təmin edib, bütün tərəflərə eyni şəkildə təsir imkanlarını özündə saxlayırmı? Yəni, bu günləri, baxın, biz əvvəl nədən danışırdıq? İranda 2 hakimiyyətdən danışırdıq, dini hakimiyyət, siyasi hakimiyyət. Bu günləri artıq 3 hakimiyyətlidən danışırıq, dini hakimiyyət, hərbi hakimiyyət, siyasi hakimiyyət və indi lap axırıncı məqamda isə Sepahın özünün daxilində 2 hakimiyyətlikdən danışırıq. Çünki Qalibaf faktiki olaraq Sepah təmsilçisi idi, Sepahın briqadalarında rəhbərlik eləmiş şəxs idi və onun danışıqlarda iştirakı məhz onun rəhbərliyi ilə, Əraqçının yox, məhz onun rəhbərliyi ilə danışıqlara başlanmasında Sepahın təkidi ilə baş tutmuşdu. Bu günlər faktiki olaraq Sepahın daxilində belə bu məsələlərlə bağlı fikir ayrılıqları var. Və nəticə etibarilə orada bu fikir ayrılıqları olduğu müddətcə, təbii ki, bu və ya digər şəkildə sazişin imzalanması da gecişir. Amma yenə deyirəm, baxın, bu bir gün kimsə kiməsə zərbə vurdu, İran ABŞ-ın hansısa katerinə və yaxud da orada hansısa gəmiyə, belə deyək, hücum etdi, ABŞ hansısa zərbə endirdi. Bunlar epizodik məsələlərdir. Aktiv hərbi əməliyyatlardan söhbət gedirsə, bunun başlanılması indiki mərhələdə mümkün deyil. Niyə mümkün deyil? ABŞ yeni müharibənin və yeni hərbi əməliyyatların tez bir zamanda nəticə verəcəyindən arxayın deyil. Uzun müddətli müharibə Amerika Birləşmiş Ştatlarının marağında deyil. Təkcə maliyyə etkisinə görə yox. Həm də Hörmüzlə bağlı təzyiqə görə, ölkədə qiymət artımı və s. görə, region ölkələrinin müttəfiqliyini itirmək qorxusu, hansılar ki, sabahları biz artıq ABŞ-ın təhlükəsizlik çətirinə inanmırıq, özümüz ABŞ-dan məsafə saxlayan bir siyasət yürütməyə başlayacağıq. Bu,
Amerika Birləşmiş Ştatlarını narahat eləyir. Qərb ölkələrinin bu və digər şəkildə təzyiqi məsələsi ortada var. Daxili auditoriya, seçki ili və s. ABŞ-ın indiki halda marağında deyil. İran üçün də dünəndən marağında deyil. İran 40 günlük müharibədə nə günə düşdüyünü də özü kifayət qədər yaxşı bilir. Ona görə də tərəflər bu və digər şəkildə məcburdular hansısa formada güzəştə etməyə. Amma bu güzəştə elə olmalıdır ki, tərəflərin hər ikisi prosesdən uduşla ayrılsın və yaxud da daxili auditoriya biz istədiyimizi etdik, biz qalib gəldik mesajını verə bilsin. Onun da şərtləri ortadadır. Yenə deyirəm, Hörmüz blokadası, dəniz blokadası, zənginləşdirilmiş uran. O biri uzun müddətli prosesdir. 6 ay, 7 ay, 1 il danışıqlar gedə bilər nüvə proqramının özü ilə bağlı. Amma düşünürəm ki, indi bu sazişin ortaya çıxması ən azından ilkin müzakirələr və s. hamısında Çinin də çox böyük rolu olub. Trumpın Çinə səfərindən sonra faktiki olaraq bu məsələlər ortaya çıxdı. Çinin İran üzərində təsir imkanları da ortadadır. Ona görə də Pakistan da deyir ki, qoy Çin zəmanət versin. Yəni baxın, mütləq şəkildə, yəni böyük o ölkələrin də bu və ya digər şəkildə prosesdə hansısa formada iştirakı lazımdır. Çünki İran da narahatdır. İran deyir ki, mən də təhlükəsizlik zəmanəti istəyirəm. Sən 2 dəfə məndən danışıqlar prosesinin ortasında mənə zərbələr endirmişsən. İran kifayət qədər yaxşı başa düşür ki, indi seçki ilidir deyənə Trump ola bilər, hər şeyə hə desin, amma seçki bitəndən sonra nüvə proqramı ilə bağlı heç bir halda razılığa gələ bilmirik deyib yeni hərbi əməliyyatlara da başlasın. Yəni onlar da qarantiya istəyirlər, çünki etimad yoxdur ortada. İran, Amerika Birləşmiş Ştatları da qarantiya istəyir, çünki İran faktiki olaraq hər nə qədər mən dinc məqsədlər üçün uranı zənginləşdirmişəm desə də, amma faktiki olaraq əlində 400 kiloqramdan artıq 60%-ə qədər zənginləşdirilmiş uran var. Bu da artıq nüvə silahı hazırlamağa doğru saflaşdırma deməkdir ki, bu da ABŞ-ı narahat edir. Ona görə də hər iki tərəfin həm bir-birinə güzəştə etmək, həm belə deyək, hansısa formada ortaq məxrəcə gəlmək, həm də böyük güclərin də bu və digər şəkildə prosesdə hansısa formada iştirakı lazımdır ki, tərəflər ən son nəticədə bu sazişi imzalamağa müvəffəq olsunlar. Mən inanıram ki, çox tezliklə belə bir saziş imzalanacaq. Ən azından yeni eskalasiyanın olmaması üçün müəyyən bir dövrdə belə deyək, gərginliyin aradan qaldırılması üçün müvafiq saziş ortaya çıxacaq. Aydın Rəşid müəllim, mən təşəkkür edirəm. Mən təşəkkür edirəm, minnətdaram. Çox sağ olun. Əziz tamaşaçılar, politolog Rəşad Bayramov bizlə idi.